paltarını həqiqətən çox sevirdi. Demək olar ki, bütün şəkillərində bu paltarda şəkli var. Şəhid olandan bir neçə gün sonra mən onun qoxusunu axtardım. Qoxusunu axtaranda paltarların içindən döyüş yoldaşları gətirdiyi paltarların içindən bunu verdilər mənə ki, bax bunda qoxusu var deyə. O gündən bu yana bunu açmıram. Çünki bunun içində qoxusu var. Mən yatanda belə bundan yatıram, amma açmadan yatıram ki, qoxusu birdən itər. Bunu çox sevirdi. Həmişə deyirdim ki, bu paltarı çox geyinirsən, deyirdi, o qədər rahatdır ki. Bugün düşünürəm, həqiqətən də yaxşıdır ki, bunu çox geyinib, qoxusu üstündədir. Elə üstündən necə çıxardıbsa, izləri də var. Elə necə çıxardıbsa, elə də qatlayıb qoyublar ki, gətirməyə. Artıq 4 ildir ki, bu paltar məndədir. Bunu heç otağa belə qoymuram. Yatanda yanıma gətirirəm, elə hər gecəni o gündən bu yana, mənə verdikləri gündən bu yana paltarla yatıram. Mənə verdikləri gecədən bu yana bununla yatıram. Səhər duranda götürüb aparıram ki, otaqda qoysam deyirəm, birdən açıq qoyaram ki, qoxusu itər, qoxusu qalmaz. Ona məndən qalan sadəcə qoxusu üstündə olan paltarlar oldu, bu şəkillər oldu, özünün işlətdiyi bu əşyalar oldu. Çalışıram ki, özü necə qoyubsa elə də qalsın. Bəzən toxunmağa belə qıyımıram ki, qoy özünün əl izi qalsın. Qoy özü əlini necə vurubsa bunlara qoy elə qalsın. Bəzən açıram, baxıram, deyirəm görəsən nələr işlədir. O qədər pis oluram ki, baxanda deyirəm ki, hər biri yarı-yarımçıq qaldı, işlətdiyi hər biri. Bunu almışdım. Məktəb vaxtı mən bunu almışdım. Bu dəst. Əskərə gedəndə bunu mənə verdi. Dedi ki, səhvdə qalsın. Bir də dedi, burada qoyaram. Qoydum bu kimi birdən qalmaz dedi. Ona görə qoy səndə qalsın dedi. Elə məndə qaldı. Əskərdən gələndən sonra da götürmədi. Yenidən qayıtdı işə. Elə məndə qaldı. Mən də düşündüm ki, toyumuz olanda elə özünün əşyaları ilə bir yerdə gətirərəm deyə. Amma qismət oldu bura. Əslində bu şəkli də mən əvvəlcədən çıxartmışdım. İstirdim ki, otağımızda hər anımızdan bir şəklimiz olsun, nigahımızdan, məktəb vaxtından. Bunu da çoxdan çıxartdığım şəkli idi. Deyirdim ki, mebel gələndə, cihizlərim gələndə deyirdim ki, bunu da göndərəcəm, otağımızın bir yerinə qoyarlar. Amma bura qismət oldu. Heç vaxt düşünməzdim ki, toy otağımız şəkillərimizlə belə bəzənir. Həmişə istəmişəm otağımızda çoxlu şəkillərimiz olsun. Amma bu dərəcədə də yəni fikirləşməmişdim. Özünün yanımda olmağı ilə düşünmüşdüm.